34. AN 34. AN bərabərdir. N kvadrat üstəgəl 3N çıx 5. AN minus AN minus 1 bərabərdir 24. Olarsa N'in hansı qiymətində, yəni N'in hansı qiymətində bu hissə ödənilməlidir? Birinci, diqqətlə bu hissədə qeyd edək. AN-i bilirəmsə, AN minus 1-i də bilirəm. Belə düşünürsünüz də, əgər bu N olanda bu hissələr N idisə, N minus 1 olanda da bu hissələr N minus 1 olacaq. Yəni, N minus 1-in kvadratı üstəgəl 3 vurulsun N minus 1 çıxılsın 5. Yəni, bütün N'lərin yerini N minus 1 qoyuram. Sonra sadələşdirirəm. N kvadrat çıx 2N üstəgəl 1. Üstəgəl 3N çıx 3 çıx 5 bərabərdir. N kvadratı mənfi 3N müsbət 3N. N'i verir. 1 çıxılsın 5 nəyi verir? 4'ü verir. İndi bunların fərqi nəyə bərabərdir? 24'ə. Yerinə yazıram. AN'in yerinə N kvadrat üstəgəl 3N çıx 5 yazıram. Minus. AN minus 1'in də yerinə bunu yazıram. Sadəcə qarşıda mənfi gəldiyinə görə mütləq mötərizənin içində qeyd etməliyəm. Bərabərdir 24'ə. N kvadrat üstəgəlinsin 3N çıx 5. Minus N kvadrat çıx N üstəgəl 4 bərabərdir 24'ə. İslah getdi. 2N minus 1 bərabər, diqqətsiz elədik burada uşaqlar, mənfi 3, mənfi 7'ni verəcək bizə. Mənfi 7'ni verəcəkdir. Burada da mənfi 7, burada müsbət 7 olacaq. Ona görə müsbət 2 verməlidir bizə. Bərabərdir 24'ə. 2N bərabərdir 22'yə. N də bərabərdir 11'ə. 34'də. İndi gəlin baxaq 35'ə. 35-ci sualda nə deyir? Deyir ki, AN bərabərdir 2N üstəgəl 13 N üstəgəl 2 ardıcıllığının tam ədədlər olan hədlərinin cəmini tapın. Hədlərinin cəmini tapın. Hədlərinin cəmini tapın deyir. Bu misalın belə bir özəlliyi var ki, yəni başlığını oxuyun ki, imtahanda bu cür başlıq düşsə həli necə olacaq deyə hər zaman başlıqlara diqqət yetirin. İndi burada biz surəti elə parçalamalıyam ki, o məxrəcdə olan N üstəgəl 2 ilə ixtisar getsin. Düşünün ki, burada N'dir, burada 2 olub, yəni 2'ye vurulubdur. Üstəgəl. Bu 2'ni də ona görə mən, bu N idi, 2 olub. Bu 2 isə burada 2'ni 2'ye vuram 4 edir. Üstəgəl. O pişi 13'ü verməlidir. Axı 4'ün sonuna gəlsə 13'ü verər, 9'u. O da bərabərdir. İlk ikisindən nəyə çıxardıram mötərizə xaricinə? 2'ni. N üstəgəl 2, üstəgəl 9. Aşağına yazıram, N üstəgəl 2 bərabərdir. Sürətin hər bir həddini məxrəcə bölürəm. Üstəgəl 9 bölünsün N üstəgəl 2. İxtisar gedir. Nə qalır? 2 üstəgəlinsin 9 bölünsün N üstəgəl 2. Tam ədəd olması üçün 9'a tam bölünməlidir. Burada natural qiymətləri qoyub verirəm. Çünki N, yəni indeksə yazıb da, burada yalnız natural qiymətləri qoymaq olur. 9'un bölənləri normalda nədir? 1, 3, bir də 9'dur. Burada 1 qiymətini qoya bilmərəm. Çünki məxrəcin 1 olmağı üçün gərək N mənfi olsun, ola bilməz, natural olmalıdır. Ya 3'dür, ya da 9'dur. İndi məxrəc 3 olmağı üçün gərək N'in yerinə nə qoyum mən? N'in yerinə qoyum, belə düşünək də. İndi tapdıq cavabı. İndi başlayaq məxrəcə qoymağa. Necə yəni? Bu olur 2 üstəgəlinsin 9 bölünsün 3. Yox, bizə N'lərin cəmini istəyir. Belə düşünə bilərik. İndi bura məxrəcin 3 olmağı üçün, deməli, N üstəgəlinsin 2 nə olmalıdır? N üstəgəlinsin 2 olmalıdır. 3'e bərabər olmaq üçün, deməli, N üstəgəl 2 bərabər olmalıdır 3'e.
Onda n neye bərabərdir? 1'ə. Bir dəfə də n üstə gəl 2 bərabər 9'a. N neye bərabərdir? 7'yə. Bu n'lərin cəmin deyil bizə. Ona görə də 1'in üstə 7 gəlirəm 8. 36-cı suala baxaq. 36-cı testdə nə deyir bizə? Sn bərabərdir. Sn çıxılsın 1 üstə gəl 10 n üstə gəl 1. Münasibətini ödədikdə onun 80'dən böyük olan ən kiçik həddinin nömrəsini tapın. Yəni an böyük olmalıdır 80'dən. Yəni Sn minus Sn minus 1 bərabərdir 10 n üstə gəl 1'ə. Bu hissəyə biz nə deyirdik? An. An bərabərdir 10 n üstə gəl 1'ə. Bu ifadə nədən böyük olmalıdır? 80'dən böyük olmalıdır. Çünki an böyükdür 80'dən. 10 n üstə gəl 1 böyükdür 80'dən. 10 n böyükdür 79'dan. N də böyükdür. 79 ona bölsəm 7,9'dan. 7,9'dan böyük hansı natural ədəd var? 8 var. Ona görə cavab nə olacaq? 8. 37-ci suala baxaq. Bir ardıcıllığın neçənci həddin nömrəsi ilə qiyməti bərabərdir? 37-ci testdə neçənci həddə an nömrəsi bərabərdir? Yəni an bərabərdir n demədik. Ardıcıl neçənci həddin nömrəsi ilə qiyməti bərabərdir. İndi biz deməli an nə vermişdi bizə? 2n üstə gəl 40 bölünsün n minus 1. Deməli bu nəyə bərabər götürəcəm? N-ə. Bərabərdir n götürüb çarpaz vurub işləyirəm. 2n üstə gəl 40 bərabərdir n kvadrat çıxılsın n-dən. N kvadrat çıx n, çıx 2n, çıx 40 bərabərdir 0'a. N kvadrat çıxılsın 3n, çıx 40 bərabərdir 0'a. Deməli, vuranda mənfi 40, toplayanda müsbət 3. Demişdim, əgər vuranda müsbət deməli, böyüyü müsbətdir 8, mənfi 5. Mənfi ola bilməz, kənar kök. Ona görə də n hansı qiymətində? 8 qiymətində ödəyəcək. İndi 38, 39 şifahi suallardır. Uyğunluğu müəyyən edin deyir 38'də. Məsələn, A bəndi həndəsi silsilədir, B bəndi ədədi silsilədir, C bəndi silsilə deyil. Ədədi silsilə məsələn eyni qədər artmalıdır. Həndəsi və ya eyni qədər azalmalıdır. Həndəsi isə 4, 2 vururam, 8, 2 vururam, 16. Eyni dəfə artmalıdır və ya eyni dəfə azalmalıdır. Bu isə eyni qədər artmalıdır. Yəni ədəddə toplama çıxmadı, həndəsdə vura-vura gedirsiniz. Silsilə deyildi, o vaxt olur ki, ödəmirdi, heç biri ödəmir o zaman. Birincisi bu cürdür. Xn bərabərdir 3 minus 2n. Bunu bilmək üçün çox rahatdır. N'in yerinə 1, 2, 3 qoysaz bəsdir. X1 bərabər 3 çıxılsın 2 vurulsun 1. Yəni 1. X2 bərabər 3 çıxılsın 2 vurulsun 2. 3'dən 4 çıxsın mənfi 1. X3 bərabərdir 3 çıxılsın 2 vurulsun 3. Mənfi 3. Bu necə olubdur? Gəlin baxaq. 1'dən 2, 1'in üzərinə mənfi 2 əlavəni mənfi 1 eləyir. Mənfi 1'in üzərinə də mənfi 2 əlavəni mənfi 3 eləyir. Deməli, mənfi 2, mənfi 2 gelirsə bu ədədi silsilədir. Birinci uyğun olan bənd hansıdır? B bəndi. Keçək indi ikinciyə. Yn bərabərdir 1, 2 üstündə 1 üstə gəlsin n'dir. Yəni y1'i tapası olsam 2 üzərində 1 üstə gəl 1, 2 üzərində 2, 4'dür. Y2 bərabər 2 üzərində 1 üstə gəl 2. Yəni 2 üstündə 3, 8 deməkdir. Y3 bərabərdir 2 üzərində 1 üstə gəl 3. 2 üzərində 4 nə deməkdir? 16. Fikir verin, 2'yə vura-vura gedirəm. Vur 2, vur 2. Deməli, ondan həndəsi silsilədir. 2 uyğun olan A bəndidir. Baxaq indi üçüncüyə. Zn bərabərdir 4 üstündə n üstə gəl 2. 1 qoyaq Z1 bərabərdir 4 üstündə 1 üstə gəl 2, 6.
Z2 bərabər 4 üstü 2 üstəgəl 2 18. Z3 bərabərdir 4 üstündə 3 üstəgəl 2 64 üstəgəl 2 66. 8'in üstünə gəlsəm 18 eləyər. 12 gəlsəm. 18'in üstünə gəlsəm 62 eləyər. Əlbəttə 12 gəlsəm eləməz. Deməli onda bu da ümumiyyətlə silsilədir. Vuranda da olmur da. Çünki 6'ın 3'ə vursam 18 eləyir. 18'i 3'ə vursam 54 eləyir. Nə toplayanda çıxanda eləyir, nə vuranda eləyir, nə böləndə eləyir. Deməli bu həndəsi silsilə deyil, ədədi silsilə deyil. Onda bu olacaq silsilə deyil cavab. İndi baxaq. İlk 4 həddinin cəmi -8'dir. İlk 5 həddinin cəmi 32'dir. Baxaq. Silsilə deyilə baxmıram. Birinci ilə ikinciyə baxıram. İlk 4 həddinin cəmi -8'dir. Bir dənə buradan x4'ü tapım. Bəlkə bu ola bilər. x4 tapaq. 3 minus 2 vurulsun 4. 3 minus 8 bərabərdir -5'ə. Yox. 1'in üzərinə -1 gəlsəm 0. -3, -5, -8 ilə elə buna uyğundur. Birinci uyğundur deyə bəndə. İkinciyə bax, ilk 5 həddinin cəmi 30. Birinci ola bilməz. Dedik, üçüncü də silsilə deyil deyə baxmırıq. Olsa ikinci olacaq. İlk 5 həddinin cəmi neçədir? 32'dir. Deməli, ilk 3 həddinin cəmini tapaq 12. 12'nin üstə də 16 gəlsəm. İndi baxaq, y4'ü tapaq. 2 üzərində 1 üstəgəl 3. Yəni 2 üzərində 4. Artıq 30. 2 üzərində 5. O da 32. Təkcə 4-cü həddi 32'lədir. Orada deyir ki, ilk 5 həddinin cəmi 32'dir. Ona görə də Y bəndi heç birinə uyğun gəlmədi. 40-cı sualda da bayaqların, yox, 39-40-cı sual aid tapşırıqlar var idi. Onlardan birinə baxsaq kifayət eləyə bilər. 39'a. Birincisinə baxaq. A, N bərabərdir. N çıx 3,2'nin kvadratı üstə gəlsin 3'dür. Yəni, ən kiçik qiymət tapmaq üçün nə ilə nə arasında yerləşir? 3,2. 3 ilə 4 arasında yerləşir. Bir dəfə 4'ü, bir dəfə də 3'ü qoyasıq. Bir də deyirəm. Burada normalda mörtəzə kvadratını ala biləcəyi ən kiçik qiymət 0'dır. Burada 0 olmaq üçün gələ 3,2 verim ki, 3,2 çıx 3,2 0 versin. Enə də yalnız natural qiymətlər verdiyimə görə 3,2 qiymətini verə bilmirəm. Onun ki, 3,2 nə ilə nə arasında yerləşir? 3 ilə 4. Bir dəfə A3'ü tapıram. 3 çıxılsın 3,2'nin kvadratı üstəgəl 3. Bu deyir -0,2'nin kvadratı üstəgəl 3. O da 0,4 üstəgəl 3. 3,4 edir. Bir dəfə də A4'ü tapıram. 4 çıx 3,2'nin kvadratı üstəgəl 3. Çıxanda 0,8, 0,64 üstəgəl 3. O da 3,64 eləyir. Bizə kiçik qiymət dediyinə ki 3,4'dür. Yəni birin uyğundur B bəndi. İndi gəlin ikinciyə baxaq. İkincidə yenə 3,6 olduğuna görə nə ilə nə arasında yerləşir? 3 ilə 4. Bir dəfə 3'ü tapasıq, bir dəfə 4'ü. A3 bərabərdir. 3 çıx 3,6'nın kvadratı üstəgəl 3'dür. 3'dən 3,6 çıxanda -0,6. Onun da kvadratı müsbət 0,36 üstəgəl 3'dür. Yəni 3,36 eləyir. Bir dənə də baxaq nəyə? A4'ə baxaq. Bu artıq 4 qoyacağım. 4 çıxılsın 3,6'nın kvadratı üstəgəl 3'dür. 4'dən də 3,6 çıxanda 0,4 eləyir. 0,4'ün kvadratı üstəgəl 3'dür. O da 0,16 üstəgəl 3. O da 3,16 deməkdir. Hansı daha kiçikdir? 3,16. Ona görə uyğun olan bənd hansıdır? C bəndidir. C bəndi. İndi baxaq üçüncüyə. Üçüncüdə elə bir ki, burada artıq o cür düşünə bilmirəm. Burada çünki N'in ala biləcəyi ən kiçik natural qiymət nədir? 1'dir. Ona görə orada N'in yerinə 1 qoyuram.
Yani A1 bərabərdir 1 üstəgəl 3'ün kvadratı üstəgəl 3'dür. 4'ün kvadratı 16 üstəgəlsin 3 19'dur. En kiçik qiyməti 19'dur A bəndi. Burada qalır D bəndi ilə Y bəndi. Baxaq indi en kiçik həddinin nömrəsi 3'dür. Burada birincidə cavab nə olmuşdu? 3 tam %4 olmuştu. Bu nəyin cavabıydı? A3'ün cavabıydı. Həqiqətən də en kiçik həddin nömrəsi 3'dür. Onun gibi 1'ə nə uyğundur həm də? D bəndi uyğundur 1'ə. En kiçik həddin nömrəsi 4'dür. Bu isə baxaq görün burada hansı kiçik oldu? 3-cidə. 3 tam %16 nə vaxt almışdı? A4'də. Ona görə də Y bəndi də uyğundur. Y bəndi də uyğundur 3-cüyə. Ona görə də 39-cu testə baxaq. 1'ə tapdıq nə? B-dir. 2'yə tapdıq C. Y-nə buna tapdıq. Niyə bura qoyuram çaşıb? C, Y. İkincidə 3 tam %16'nın qiymətini A4 olanda alır. En kiçik həddin nömrəsi 4'dür. Üçüncüdə birinci hədd olmalıydı. En kiçik həddin nömrəsi 1'dir. Onu qeyd eləməyiblər. İndi 40-cı testə baxaq. Qırxda da yeni eyni prinsiplə gedəsik, tez işləyək. A-n bərabərdir, n çıxılsın 5,3'ün kvadratı üstəgəlsin 5'dir. Yine 5,3 5 ilə 6 arasında gedir. Bir dəfə A5'i tapıram. 5 çıxılsın 5,3'ün kvadratı üstəgəlsin 5. 0 mənfi 0,3 o da 0,9 üstəgəl 5. Yani 5,9'u verir. Bir de A6'nı tapıram. 6 çıxılsın 5,3'ün kvadratı üstəgəl 5. 0,7 0,49 üstəgəl 5'dir. O da 5,49. Kiçik dediğine göre budur. 5,9'dur. C bəndi uyğundur. Bir de en kiçik həddin nömrəsi nədir? Bəs 5'dir. Onun ki en kiçik həddin nömrəsi 5. D bəndi də həmçinin buna uyğundur. D bəndidir. İndi ikinciyə baxaq. A-n bərabərdir. N çıx. 5,8'in kvadratı üstəgəlsin 5'dir. Yine 5,8 5 ile 6 arasında yerləşdiyinə görə birinci 5 qoyuram. 5 çıxılsın 5,8'in kvadratı üstəgəl 5'dir. 5'dən 5,8 çıxanda eləyəcək 0,8. Kvadratı 0,64 üstəgəl 5. O da bizə verir 5,64'dür. İndi A6'ını tapıb ondan sonra qərar verək hansı kiçikdir. 6 çıxılsın 5,8'in kvadratı üstəgəl 5. Bu deyil 0,2. 0,2'nin də kvadratı 0,4 üstəgəl 5. O da verir 5,4'ü verir. Kiçik həddi 5,4'dür. Ona görə A bəndi uyğundur. Bəs kiçik həddin nömrəsi nə oldu? 6. Həm də Y bəndi uyğundur. İndi burada yenə burada tam ədəddir artıq. Onda n'in alabiləcək 3-cüdür. En kiçik qiymət nədir? 1'dir. 3-cü üçün A-n bərabərdir. 1 üstəgəl 5'in kvadratı üstəgəl 5'dir. 1'in üstə 5 gəlsəm 6, kvadratı 36. 36'ın üstə 5 gəlsəm 41. En kiçik həddin nömrəsi 41, yəni B bəndidir. Baxaq indi 41-ci testdə. Bir ne deyir bizə? A1 bərabərdir x çıxılsın 5'ə. A2 bərabərdir 11 çıxılsın x-ə. Ədədləri bütün hədləri müsbət olan azalan ardıcıllığın hədləridir. Azalan ardıcıllıqsa deməli A2 kiçikdir A1'dən. X-in ala biləcəyi tam qiymətlərin cəmini tapın. Deməli 11 çıxılsın x kiçikdir x minus 5'dən. Mənfi x çıxılsın x kiçikdir mənfi 5 çıx 11'dən. Mənfi 2x kiçikdir mənfi 16'dan. X də böyükdür 8'dən. İndi diqqət edirək. Ümumiyyətlə müsbətdirsə, hədlər müsbətdir. Deməli x çıxılsın 5 də 0'dan böyükdür, x böyükdür 5'dən.
Bir də 11 çıxılsın x-dən müsbətdirsə, mənfi x böyükdür mənfi 11-dən, x də kiçikdir 11-dən. Deməli, bilirəm ki, artıq mən bunlarda ortaq qiymət tapmağa çalışıram. Bura 5, bura 8, bura 11. 5-dən böyük qiymətlər. 8-dən böyük qiymətlər. Bir də 11-dən kiçik qiymətlər. 3 xəttin də üst-üstə düşdüyü aralıq 8-11 aralığıdır. Tam qiymətlərin cəmi 9, üstə gəl 10. Ne edir? 19. 42-ci sualda belədir. A1 bərabərdir x minus 3'e. A2 bərabərdir 10 minus x-ə. Bütün hədlər müsbət olan azalan ardıcıllığın hədləridir. X-in ala biləcəyi tam qiymətlərin cəmini tapın deyir. Azalandırsa A2 kiçikdir A1-dən. Yəni 10 çıxılsın x kiçikdir A1-dən, x çıx 3-dən. Mənfi x çıx x kiçikdir mənfi 3 çıxılsın 10-dan. Mənfi 2x kiçikdir mənfi 13-dən. X də böyükdür 6,5-dən. Sonra x çıxılsın 3 böyükdür 0-dan. X də böyükdür 3-dən. Bir axı müsbətdir deyə bu da müsbətdir, bu da müsbətdir. Yəni 10 çıxılsın x böyükdür 0-dan. Mənfi x böyükdür mənfi 10-dan. X də kiçikdir 10-dan. Yəni 3-ünün eyni aldığı aralığı tapmalıyım. Ən kiçiyi 3-dür, sonra 6,5-dir, sonra 10-dur. X böyükdür 3-dən. X böyükdür 6,5-dən. Bir də kiçikdir nədən? 10-dan. Üstə düşdüyü aralıq 6,5, 10 aralığıdır. Tam qiymətlərin cəmi 7, üstə gəl 8, üstə gəl 9-dur. 17-nin üstə 7 gəlsəm 24. Oldu. Sağ olun uşaqlar. Misallar həlli bitdi.